Bir həftənin bazarlığı nə qədərdir sizdə? 200 manat misal üçün. Və demək odur ki, bir həftədə fərqlə bir gün 200 manat işləyir. Amma 15-20 manat işləyəndə artıq bir günün profilin adı salam. Dostlar, anasınız gəlir. Görün, baxacam, fake profildir. İndi açıb gəlib. 19 dəs. Yaxşı, sən də ailəndəki körpələn xirtdəni qutarım. Yaxşı, sağ ol. Hay belə. Şükür olsun ki, bizdə uşaqlar sizin kimi belə trollardan söhbət gedir. Qəhbabalarının içində böyüməyəcək. Yəni, ən azından sizə görə lap belə dünyanın ən cındırı adamı da olsa, övladıma və bundan sonraki nəvələrimə görə dünyanın ən yaxşı valideyni, babası və qəhrəman olacaq, onların həyatını xilas elədiyimə görə. Yəni, indi bu saatda mən gedib dünyadan köçsəm, başıma bir hadisə gəlsə, yəni, mənim uşağımda olan pasport dəyişməyəcək, Amerika pasportu olaraq qalacaq və dünyanın yarısı ölkələrinə vizasız gedib, istədiyi həyatı Liboy ölkədə də yaşaya biləcək. Sən də böyüyəndə deyəcəksən ki, ay bilə, sənin uşağın bir sənə eləyəcəm, uşağı var, qaç Amerikaya. Qaç, biz vaxtında pox yiyə bilmədik, qaç. Sonra sənin övladın gələcək bura, Amerikaya, qaçqın kimi. Düşəcək o vəkil sənin, bu vəkil mənim. Ay vəkil gəl götürmə qoy, ay vəkil belə elə, ay İlhamın övladını belə eləyim, ay elə eləyim. Nə olar, mən o ölkəyə qaydmayım, ağzımıza verirlər orada. Deyə, burada qalmağa çalışacaqsan, sənin övladın, yəni trollar sizdən asıdır, yəni. Sizdən söhbət gedir. Həmin vaxtda mənim uşağım Amerika pasportuna kef edəcək. Məsələ bu. Sadəcə bundan betər olacaqsınız, bunu bilin. Yəni, bu bəd xəbər də olsa, bunu verəcəm sizə. Bundan betər olacaq. Nə tər gələk oraya? Gəlməyin, trollarla xahiş edirəm, öz ölkəmizdə xoşbəxt yaşayın. Ölkəmiz gül kimidir, nə gözəldir. Hikmat Hacıyev birinə söz deyəndə gülür millət. Mehriban birinə söz soxanda millət gülür. Halaldır, halaldır, halaldır deyir. Xoşdur millət. İşiniz olmasın onlarla. Dəymin onlara, xoşdur onlarla. Bunlar bizə necə? Sadəcə ağrı, acı, kayf almaqdan xoşları gəlir. Bilsən, hələ də bəzilərinin inandırmağa çalışanları var. Yox, elə deyil. Yəni, bir növ elə bil, bunları da elə bil şey kimi atıblar da, o varatar kimi atıblar orada. Məsələn, mən video çəkirəm ki, yarım saata 4 kaset, bax, 4 kaset, yarım saat işləyib 4 kaset kol almaq olur. Kolanın kaseti $8'dır, $9'dır. 2 kaset alana 2 dənə hədiyyə verirlər. Yəni, $20 edir bu. Okey mi? Bizimkilər Reskonu manata çevirənlər var kommentariyada və digər insanları inandırmağa çalışanlar var ki, o səhvdir. Bizdən eynidir. Məsələn, orada yarım saat sözünü çıxardır qırağa. Yarım saat sözünü çıxardır qırağa. Bax, yarım saat sözünü, bax, bura bax. Yarım saat sözü o videoda gedir qırağa. İnsanlara başqa şey izah eləməyə çalışır. $20, 35 manat. Bax, yarım saat sözü qıraqdadır. $20, 35 manat. Bizim 35 manat nə qədər eləyir? 2 gün qazanırsan bizdə 35 manatı, misal 17 manat işləyəndə 35 manat, bizim 24, 48 saat. Bax, bu adam orada demir, ha, biz ondan şey eləmək üçün 47 saat, lap belə 10 saat işləyirsə günə, 20 saat, 19 saat yarım çox işləyirəmə, orada müzakirə eləməz o. Biz onu ala bilmək üçün lap eyni olsun da qiymət. 19 saat yarım çox işləyirəm mən eyni şeyi ala bilmək üçün, onu deyir. Yəni, mən burada deyirəm, yarım saata bunu alıram, onu fırladır ki, ey insanlar, ayılmayın, yox. Nə bilməm, Murat, valla, zor da hər şey. Hər şey olar. Nə işləyirsiniz? Mən kuryer işləyirəm, kuryer. O gün baxıram bir videoda, ata deyir ki, yardım ediyorum, xeyriyyətçidir kimdirsə bir nəfərə, deyir ki,
bir istəyim var deyir. Övladımın yanına edəcəm, pulum yoxdur. Abi vergi nə qədər çıxır? Mən vergi vermirəm. Dövlət uşağa görə vergimi də verir. Mənə əlavə də 5000 dollar pul verir. 4 ilə 17 maşın dəyişib. Bu saydıqlarımdır. Bəlkə də 18-dir ya da 19-dur. Bilmirəm. Mən maşınları saymıram. Neyse kaka, Embavud mebel zavodu var. Yazıldım oraya. Ayıma 450 manat təklif edirlər vallahi.